Salam əziz uşaqlar və hörmətli valideynlər. Yenidən xoş gördük hər birinizi. Bildiyimiz kimi biz Orxan Bəyovun 1-ci sinif məntiq kitabını addım-addım birlikdə həll edəcəyik. Ötən dərsimizdə ilk testləri bitirdik. Bugün isə qaldığımız yerdən davam edirik. Əvvəlki dərslərimi izləməmisinizsə, YouTube kanalıma daxil olub izləyə bilərsiniz. Ötən dərsimizdə biz Orxan Bəyovun 1-ci sinif məntiq dərsliyində asant olan bölmədən testlər eləmişdik. Deməli, 11-ci səhifəni və 12-ci səhifəni bitirdik. İndi isə 13-cü səhifəni, yəni orta səviyyəli, artıq asan, orta və çətin. Orta səviyyəli şifrələr bölməsini həll edəcəyik. Səhifə 13 və səhifə 14. Hazırsınızsa kitablarınızı açın və birlikdə öyrənək. Birinci tapşırıqda bizdən nə soruşur? Hərflər verilib. A, D, C, C, A, A və F, C. Yenə eyni qaydada həll etməyə çalışırıq. Deməli, ilk sütun baxırıq, hərflər olan sütunumuza baxırıq. Deməli, hansı hərfdən 2 dəfə təkrarlanmışdır? Baxırıq, A hərfindən 2 dəfə təkrarlanmışdır. Qarşı sütuna baxırıq, ilk cərgəyə. Baxırıq, hansı rəqəm 2 dəfə təkrar olunmuşdur? Baxırıq ki, 2 rəqəmi 2 dəfə təkrar olunmuşdur. Deməli, artıq biz bilirik ki, bizdən 25-i soruşur və artıq biz bilirik ki, 2 rəqəmimiz A-dır. Keçirik ikinci sütuna. İkinci sütunda baxırıq, hansı hərflərdən 2 dəfə təkrar olunmuşdur? Bəli. Hərfi ikinci sütunda 2 dəfə təkrar olunmuşdur. Baxırıq ikinci sütuna, burada da 4 rəqəmi 2 dəfə təkrar olunmuşdur. Biz artıq bilirik ki, bizim C-miz 4-dür. Lakin bizdən 5-i soruşur. 5-i tapmaq üçün baxırıq. Yenə birinci sütuna diqqət edirik. Artıq biz buradan bilirik ki, bizim C hərfimiz 4-dür. Biz qarşısında 4 qeyd edirik. A-larımız 2-dir. Düzdür? 2-mizi qeyd edirik və baxırıq. C-miz 4-dür. Deməli, ilk sütunda F hərfimiz tək qalıb və ilk sütunda da 5 rəqəmimiz var. Deməli, bizim 5 rəqəmimiz də hansı hərfdir? F hərfidir. Deməli, F hərfi yaşılla qeyd edirəm. Diqqət edin. 5-dir. 5-imiz də F-dir. Deməli, bizim 25-imiz bərabərdir. A variantı doğru cavabdır. A və F. 2 və 5. 25-imiz A, F-ə bərabərdir. Keçirik digərinə. İkinci tapşırıq. İkinci tapşırıqda bizə deməli, şəkillər verilmişdir. Ulduz, ürək və bulut. Biz baxırıq ilk sıraya. Heç bir şəkil təkrar olunmamışdır. Həmçinin qarşısında dayanan rəqəmlərimiz də deməli, heç biri təkrar olunmamışdır. Bu zaman ikinci sütuna diqqət edirik. İkinci sütunda hansı simvolumuz 2 dəfə təkrar olunmuşdur? Bəli, ürək 2 dəfə təkrar olunub. Qarşı tərəfdəki ikinci sütuna baxdıqda görürük ki, 6 rəqəmi 2 dəfə təkrar olunmuşdur. Artıq biz bilirik ki, ürəyimiz 6-dır. Ürək şəkli çəkirəm. Burada da bir ürək var. Mavi ilə işarələyib qarşısında 6 yazıram. Baxırıq. 2 ürəyimiz var. Deməli, 2 dənə 6-mız var. Ortada nə var? Ulduz işarəsi. İkinci sütunda ortada nə var? 5 rəqəmi.
Düzdürmü? Deməli, artıq biz bilirik ki, ulduzumuz da 5-dir. Burada qeyd edirik, ulduzumuz 5-dir. Burada da şəkildə qeyd edeyim, ulduzumuz 5-dir. Qırmızı dairəyə alıram. Deməli, artıq biz bilirik ki, birinci sütunda ulduzumuz 5-dir, ürəyimiz 6-dır. 5 və 6. Geriyə qalır buludumuz. Buludumuz da 4-dür. Qarşısında qeyd edirik. Artıq biz bilirik ki, ulduzumuz 5-dir, buludumuz 4-dür. 5 və 4. Cavablarımıza baxırıq. Bəli. A cavabı düzgün cavabdır. 5 və 4. Keçək 3-cü tapşırığımıza. Burada da bizə sözlər verilib. Kirə, ərik, diqqət edirik. Layo sual soruşur və variantlar verib. Deməli, diqqət edirik. Kirə, baxın, Q hərfi Ə hərfinə çevrilmişdir. İ hərfi R hərfinə, R hərfi İ hərfinə çevrilib və Ə hərfi Q hərfinə dəyişib. Həmçinin, baxın, Ə hərfi Q hərfinə çevrildiyi üçün ərik. Baxın, arxadan qarşıya doğru olur. Q hərfimiz Ə hərfinə çevrilib, düzdür? İndi tərsini oxuyanda arxadan önə olur nə? Ərik. Gördünüz? Ərik. Burada da qeyd olunub. Ərik. Diqqət edirik ikinci sıraya. La, yo qeyd olunub. Deməli, burada da yenə hərflər dəyişilir. L, o, ya dəyişiləndə nə olur? O. Necə ki, Q, Əyə dəyişilmişdir. İ, R-yə dəyişilib, R, İ-yə dəyişilib, Ə, Q-yə dəyişilib, olub ərik. Layoda da L, O-ya dəyişilib, A, Y-yə dəyişilir. Baxın, belə. Bu da həmçinin eyni qaydada olur. O, yav. Baxın. O, yav. Cavablarımıza baxırıq. A variantı doğru cavabdır. O, yav. Keçirik 4-cü tapşırığımıza. Bizə 4-cü tapşırıqda nə verib? Söz verib. Sərin sözü. Və qarşında simvollar var. Ulduz, bulud, yer kürəsi, göy qurşağı və planetlərimizdən biri Yupiter. Sərin sözünü bizə burada təqdim edib. Biz baxırıq simvollara. Heç bir simvol burada təkrarlanmır. Diqqət edirsinizsə, baxın, heç bir simvol, ulduz hər simvoldan birdir. Həmçinin sözümüzdə də hər hərfdən bir dənədir. Heç bir hərf, yəni heç bir sayı, samit təkrarlanmır. Lakin ikincidə soruşur. 2 sözü qeyd edib və sual işarəsi qoyub. Bizdən soruşur ki, burada hansı simvol olmalıdır. Baxırıq sözə. Görürsünüz, İ. Mən altından qırmızıdan xətt çəkim. İ hərfi burada 2 dəfə qeyd olunub. Deməli, artıq biz bilirik ki, cavabımızda hansısa simvoldan 2 dəfə olacaq. Baxırıq cavablara. Deməli, burada B variantında cavablarda bulud, ulduz və göy qurşağıdır. Bu ola bilməz. Çünki bizdə 2 sözündə İ hərfi 2 dəfə təkrarlandığı üçün, deməli, hansısa simvol 2 dəfə təkrarlanmalıdır. Biz artıq B-yə baxmırıq. 2 variant arasında qalırıq. Deməli, burada görürsünüz, göy qurşağı 2 dəfə təkrarlanır. Burada da günəşimiz 2 dəfə təkrarlanmışdır. İndi baxaq, doğru cavab hansıdır? Baxırıq bura. Sərin sözünə. Düzdür? Sərin sözündə görürsünüz, İ hərfi var. Burada da İ var. Deməli, buradakı simvollardan biri burada 2 dəfə təkrarlanacaqdır.
Baxırıq variantlarımıza. Görürsünüz, C variantına baxın, diqqət edin C variantına. C variantında günəş 2 dəfə təkrar olunur. Baxın. Amma deməli, biz qeyd eləsək ki, İ hərfi 2 dəfə təkrarlanıb, simvolu günəşdir. Bu düzgün olmaz. Çünki sərin sözünün qarşısındakı simvollarımız hər biri bir dəfə təkrarlanıb. Yəni, təkrarı yoxdur, bir dəfə qeyd olunub. Bulut, ulduz, Yupiter planeti, yer planeti və göy qurşağı. İ hərfimiz də var. Deməli, bu simvollardan biri İ'dir. Deməli, günəş yoxdur burada. Deməli, günəş variantı da düzgün variant deyil. Geriyə qalır A variantı. Baxırıq, göy qurşağı. Göy qurşağı bizim sərin sözümüzün qarşısında olan simvolların içərisində var. Göy qurşağı. Deməli, biz bildik ki, İ hərfi, sərin sözündəki İ hərfi göy qurşağıdır. İki sözündə də 2 dənə göy qurşağı olacaq. Simvol olaraq. Ortada da bir günəş qeyd olunub cavablarda. Deməli, günəş də bizim Q hərfimizdir. Deməli, doğru cavab A variantıdır. Keçirik 5-ci tapşırığa. 5-ci tapşırıqda bizdən nə soruşur? Bar, ara, nar sözləri və qarşında yenə simvollardır. Baxırıq. Birinci sütuna baxırıq, heç bir hərf təkrarlanmır. Keçirik ikinci sütuna. İkinci sütuna baxırıq, A hərfi 2 dəfə təkrar olunmuşdur. Baxırıq ikinci sütunda hansı işarə 2 dəfə təkrar olunub? Dairə işarəsi 2 dəfə təkrar olunmuşdur. Artıq biz bilirik ki, bizim A hərfimiz dairə işarəsidir. Dairə işarəsi qoyduq. Deməli, birinci sırada ban sözündəki A da dairə işarəsidir. Deməli, buradakı dairəni də tapmış olduq. Üçüncü sıraya baxırıq. Rar yazılıb. 2 dəfə R hərfi təkrar olunub. Baxın. 2 dəfə R hərfi təkrar olunub. Deməli, üçüncü sırada da 2 dəfə yaşıl rəngdə kvadratımız təkrar olunmuşdur. Artıq biz bilirik ki, R hərfimiz də yaşıl rəngdə olan kvadratdır. Deməli, bizim ara sözümüzün şifrələnməsi dairə, qırmızı dairə, deməli, yaşıl kvadrat və qırmızı dairədir. Yəni, mən burada siz üçün qeyd edeyim. Qırmızı cavabımız 2 dairə və ortada bir kvadratdır. Baxırıq cavablar. Bəli, B düzgün cavabdır. Çünki 2 dairənin ortasında yaşıl rəngli kvadratımız yerləşmişdir. 6-cı tapşırığa diqqət edirik. 6-cı tapşırıqda baxırıq. Corab sözü verilmişdir və eyni 4-cü tapşırıqdakı kimi qarşısında simvollar qeyd olunmuşdur ki, bu yer heç bir hərf təkrarlanmır və qarşıdakı simvollarda heç biri təkrarlanmır. Burada sualtı qayıq, yelkənli qayıq, gəmimiz, maşınımız və paravozumuz var. Keçir ikinciyə baba sözünə. Baba sözündə artıq baxırıq ki, bizim A hərfimiz burada 2 dəfə təkrar olunur və B hərfimiz də 2 dəfə təkrar olunur. Öncə A hərfinə baxırıq. Biz buradan elə simvollar seçməliyik ki, əvvəl variantlara baxırıq. Deməli, A variantında maşın, paravoz, gəmi, maşındır. Bu düzgün cavab ola bilməz. Çünki bizdə 2 B hərfi və 2 A hərfi olduğu üçün 2 eyni simvol şəkil olmalıdır. B hərfi üçün və A hərfi üçün də 2 eyni simvoldan olmalıdır. Yəni, 2 simvol şəkil olmalıdır. İkisi 2 dəfə təkrarlanmalıdır. A variantında 2 dəfə maşın təkrarlanır, lakin ortadakı paravoz və gəmi var. Bizdə də
2 dənə B hərfi var məsəl üçün. Və yaxud A hərfi. Deməli, A cavabımız düzgün deyil. Baxırıq B və C-yə. İndi görək 2 maşın, 2 paravoz, yoxsa 2 paravoz, 2 maşındır. Bunu da bilmək üçün biz baxırıq bura. Corab sözünə. Corab sözündə diqqət edin. Sonuncu hərfimiz hansıdır? Sonuncu hərfimiz B hərfidir. Düzdür? Sonuncu hərfimiz B hərfidir. B hərfimiz paravoz. Burada da sonuncu şəklimiz nədir? Baxırıq corab sözünə. Corab sözündə sonuncu hərfimiz B hərfidir. Simvollarda da sonuncu şəklimiz paravozdur. Deməli, biz bilirik ki, B hərfimiz nədir? Paravozdur. Sondan ikinci hərfimiz A hərfidir. Sondan ikinci simvolumuz maşındır. Deməli, bizim doğru cavabımız necə olacaq? Paravoz, maşın, yəni B-A. Baxın, mən qeyd edeyim. B-A. Paravoz, maşın, paravoz, maşın, yəni B-A. Baxırıq cavablarımıza, bəli, C cavabı doğru cavabdır. Çünki paravoz, maşın, paravoz, maşındır. Keçirik 7-ci testimizə. Demək, 7-ci tapşırığımıza diqqət edirik. Burada bizə 7-ci testimizdə yenə hərflərdir, qarşısında simvollardır və bizdən əsi soruşur ki, Ə və S hansı simvoldur? Deməli, baxırıq. Birinci sıra, yenə eyni qayda. Hansı hərfdən 2 dəfə təkrar olunmuşdur? S təkrar olunmuşdur. Burada hansı simvoldan 2 dəfə təkrar olunmuşdur? Bəli, belə bir fincandır. İçərisində dondurmadır. Deməli, 2 dəfə bu simvol təkrar olunub. Burada lollipop var. İndi şəkildə yaxşı görünməsə də kitabda baxsaz görəcəksiniz. Burada Ə hərfi tək qalıb. Deməli, biz bilirik. Buradan da belə qənaətə gəlirik ki, Ə hərfimiz də həmən bu çəhrayı rəngdə olan lollipopumuzdur. Baxın, mən sizə kitabda göstərim. Bilmirəm, görə biləcəksiniz ya yox. Demək, artıq bildik ki, Ə hərfimiz çəhrayı rəngdə lollipopdur. Belə başında işarə var. Dovşandır, mişqadır, belə bir lollipopdur. S hərfimiz isə fincanda olan dondurmadır. Belə. Əs. Deməli, əs bizim hansı simvolumuzdur? İndi cavablara baxırıq. A cavabımızda 2 lollipop var. Xeyr, bu düzgün deyil. B variantımızda 1 fincan və 1 dondurma var. Bu da deyil. C variantımızda bəli, çəhrayı rəngdə lollipopumuz və fincandakı dondurmamız var. Doğru cavab C variantıdır. Biz artıq digər variantlara ona görə baxmadıq ki, artıq Ə-sını soruşurdu. Biz ilk baxışdan Ə və S-ni tapdığımız üçün digərlərinə baxmadıq. Keçirik 8-ci tapşırığa. 8-ci tapşırıqda da A, N və L, N hərfləri qeyd olunmuşdur. Və bizdən soruşur ki, bunun qarşılığının kodlaşması hansı şifrələr ola bilər? Burada baxırıq, X sütuna A, N və L hərfləri. Deməli, heç biri təkrarlanmamışdır. Nə A hərfi, nə N hərfi, nə L hərfi. İkinci sütuna baxırıq, yəni həmçinin L hərfi, A hərfi və N hərfi. Bunların heç biri təkrarlanmamışdır. Bu bizi çaşdırmır. Biz düşünürük, nə edə bilərik? Bəli. İndi mən sizə göstərəcəm. Belə bir diqqət eləyəndə şəklə baxırıq ki, 2 A hərfi var. Hansı hərfi var? Və onlar bu cür dayanıb. 2 N hərfi var. 2 N hərfi də eyni qaydada bu cür dayanıb.
və el hərfləri biri yuxarıda sağ küncdə, biri aşağıda sol küncdə dayanmışdır. Şəkillə üzbəüz dayandıqda deməli baxırıq cavablarımıza. Hansı cavab bu istiqamətlərə uyğundur? Baxırıq A cavabımıza. A cavabımızda baxırıq 2 mavi rəngli kvadratımız və 2 qırmızı rəngli dairəmiz eyni bu şəkildəki kimi dayanmışdır və ulduzlarımız da eyni, baxın, el hərfi kimi sağ yuxarı küncdə, şəkillə üzbəüz dayandıqda sağ yuxarı küncdə, şəkillə üzbəüz dayandıqda sol küncdə qeyd olunub. Baxın, ulduz. Bu uyğundur, bu düzgün cavabdır. Bunu dairəyə alırıq. Düz keçirik 9-cuya. 9-cu tapşırığımız da çox maraqlı bir tapşırıqdır. Baxırıq. Deməli, bizə yenə hərflərdəki kimi sütunlarda rəqəmlər və qarşısında simvollar verilmişdir. Deməli, biz baxırıq. İlk sıraya, ilk sıramızda hansı rəqəm təkrar olunur? Bəli, 2 rəqəmi 3 dəfə burada təkrar yazılıb. Yəni, 3 dəfə 2 rəqəmi yazılıb. Qarşı tərəfdəki ilk sütunda hansı simvolumuz, hansı şəklimiz, ilbiz şəkli neçə dəfə təkrar olunub? 3 dəfə. Deməli, bizim burada nə soruşur? İlbiz, üstəgəl ilbiz bərabərdir nəyə? Biz bunu tapacağıq. Baxaq, ilbizin üstünə ilbiz gələndə hansı simvol olacaq? Deməli, biz tapdıq ki, ilbizimiz 2-dir. Tez burada qeyd edirik. 2 üstəgəl 2. Deməli, ilbizimiz 2-dir, üstəgəl 2. Cavabımız neçə elədi? 4 elədi. Düzdür? İndi biz tapmalıyıq ki, bizim 4 rəqəmimiz hansı simvoldur ki, biz A, B, C variantlarda doğrunu tapıb işarələyək. Tez bura baxırıq. İlk sırada 3 dənə 2 var, bir dənə 4 rəqəmi tək qalır. Bizim də cavabımız 4-dür. Düzdürmü? 4-ü qırmızı ilə işarələdim. Baxırıq ilk sütunun deməli simvollarına, şəkillərə, şifrələrimizə. 3 ilbizimiz var, artıq biz bilirik 2-miz ilbizdir. Burada bir dənə belə bir simvol var. 3 dənə gözü var. Yəqin ki, bunu cizgi filmlərdə görmüsünüz. Bu da təkdir. Burada da tək olan da 4-dür. Artıq biz bilirik ki, bizim 4-ümüz hansı simvoldur? Bu simvoldur. Cavablarımıza baxırıq. A, B və C. Hansı simvol uyğundur? 4. Tapmışıq, axı budur. Deməli, ilbizi ola bilməz. Çünki ilbizimiz 2-dir. B-dir, bəli, 4. 2 üstəgəl 2 eləyir 4. B. Keçirik 10-cu tapşırığa. 10-cu tapşırığımızda yenə hərflərdir. Qarşısında kodlaşma ilə deməli bizə fiqurlar verilmişdir və bizdən soruşur ki, bu fiqurların qarşılığı hansı yeni hərflər olacaqdır. Baxırıq, ilk sütuna heç bir hərf təkrarlanmamışdır, lakin orta sütunda 3 dənə ə hərfi təkrar olunduğu üçün burada da kvadratlarımız, narıncı kvadratlarımız 3 dəfə təkrar olunub. Artıq biz bilirik ki, bizim narıncı kvadratımız ə hərfidir. Düzdürmü? Aha. Əni tapdıq. İndi baxırıq 3-cü sütuna. 3-cü sütunda hansı hərfimiz 2 dəfə təkrar olunub? L hərfi. Burada da simvollarımızdan yaşıl rəngli 3 bucağımız 2 dəfə təkrar olunmuşdur. Deməli, biz bilirik ki, bizim 3 bucağımız, yaşıl 3 bucağımız L hərfidir. Artıq biz əli tapdıq. Variantlara baxırıq ki, A variantında əh yazılır. Deməli, heç biz buna baxmırıq. Bu, deməli, səhv variantımızdır. Yerdə qalır B və C variantı, hər ikisinin sonluğu ədir. İndi biz tapmalıyıq, təldir, yoxsa ləldir. Biz artıq bildik ki, 3 bucağımız L hərfidir. Baxın, birinci sütunda hərfinin qarşısında 3 bucaq şəkli çəkirəm. Çünki biz artıq bilirik ki, bizim deməli, L hərfimiz, baxın,
L hərfimiz üçbucaqdır. Deməli, hərfimiz də bizim dairədir. Deməli, burada oldu T hərfi. Deməli, doğru cavabımız təldir. Çünki dairəmiz T hərfidir, üçbucağımız L hərfidir, kvadratımız isə Ə hərfidir. Doğru cavab təldir. Keçirik 11-ci testimizə. 11-ci testimizdə bizdən nə soruşur? İtin nəyə ehtiyacı var? İtin 2 su qabıya ehtiyacı yoxdur. İtin 2 sümüyə də ehtiyacı yoxdur. Çünki sümüyü yesə suslayacaq. Su da içsə yemək olmayacaq. Ona görə itin nəyə ehtiyacı var? Bir su qabıya və bir sümüyə. İtin yeməyinə. Keçirik 12-ciyə. 12-cidə bizdən nə soruşur? Kəmər sözü verib, yenə qarşısında simvollardır. Diqqət edirik. Baxın, Ə hərfi kəmər sözündə 2 dəfə təkrar olunmuşdur. Simvollarda hansı şəkil 2 dəfə təkrar olunmuşdur? Simvol 2 dəfə təkrar olunub. Deməli, bu simvolumuz nədir? Ə hərfidir. Baxırıq əmr sözünə. Bizdən əmr sözündə soruşur. Hansı simvol əmr sözünə uyğundur? Biz artıq bilirik ki, əmiz kosanın papağına oxşayan bir fiqurdur. Həm də diqqət edirik ki, əmr sözündə heç bir hərf kəmər sözündəki kimi təkrar olunmayıb. Heç bir Said və Samidir. Bir hecalı sözdür və heç nə təkrar olunmayıb. Bütün hərflər bir dəfə qeyd olunub. Baxırıq şəkilə. A. A-da kosa papağı və 2 lalibab təkrar olunmuşdur. Deməli, burada 2 hərf təkrarı olmadığı üçün bu düzgün cavab deyil. Baxırıq B variantına. B variantında bir kosa papağı, bir qayğanaq, bir də lollipop şəkli hərəsi bir dənədir. Bizim simvolumuzun biri kosa papağıdır. Deməli, B variantı doğru cavabdır. Bəli, əziz uşaqlar, bugün də sizinlə Orxan Bəyovun 1-ci sinif məntiq kitabından 13-cü, 14-cü səhifələrin testlərini həll etdik. Əgər hər hansı bir çətinliyiniz olarsa, şərh bölməsində qeyd etməyi unutmayın. Artıq bu mövzular sizin üçün çox asan olacaq. Afərin sizə. Hörmətli valideynlər və əziz uşaqlar, bu dərslərin davamlı olması üçün mənə dəstək ola bilərsiniz. Sizin mənə təşəkkürünüz, mənim kanalıma abunə olmağınız, videolarımı bəyənməyinizdir. Hər hansı bir çətinliyiniz və bu dərslərlə bağlı suallarınız yaranarsa, bunu şərh bölməsində qeyd etməyi unutmayın. Növbəti dərslərimizdə görüşmək ümidi ilə. Hələlik!